Biz əslində komfort zonasındayıq və düşünmək əziyyətli prosesdir, oxuyub analiz etmək lazımdır. Bizim həm orta məktəb sistemi, təhsil sistemi buna şərait yaratmır. Çünki siz orta məktəb proqramına baxsanız, bizdə 6 saat Azərbaycan dili və ədəbiyyat dərsi var və o materiallarla siz tanış olanda görürsünüz ki, artıq 6-cı, 7-ci sinifdən etibarən saysız, hesabsız qaydalar əzbərlədilir və şagirdlər artıq o qədər qayda əzbərləyirlər ki, yəni dildən tələb imtahanda doğru yazmaqdır. Onlar bütün qaydalarını əzbərə bildikləri dili effektiv istifadə edə bilmirlər. O dildə özlərini ifadə edə bilmirlər, dünyanı anlaya bilmirlər. Ədəbiyyat materiallarına baxırsınız, əslində ədəbiyyat oxuyub anlamaq üçün, təhlil bacarıqlarını inkişaf elətdirmək üçün çox yaxşı bir resursdur. Əsas ideya nədir burada? Bundan sonra nə baş verə bilər? Sizcə burada kimin mövqeyi haqlıdır? Bu şəkildə suallarla şagirdlərdə tənqidi təfəkkür formalaşdırmaq olar. Amma bizim ədəbiyyat mətnləri yenə əsasən klassikaya dairdir, şifahi xalq ədəbiyyatı əsaslıdır və onlar da müasir dünya ilə çağdaş səsləşmir. Və şagird artıq orada bir məna tapmadığına görə sadəcə o mətnləri imtahanda cavab vermək üçün oxuyur və onda bir hiss yaranır ki, ana dili dünya ilə onun arasında müəyyən bir mənalı əlaqə qura bilmir.